İstəyərdim ki, allergiyalardan danışaq. Uşaqlarda tez-tez rastlaşdığımız. Məsələn, mənim bacımın 3 uşağı var. Üçündə allergiyası var. Və doğulandan həkimlərə aparırlar. Və mən belə başa düşdüm ki, bunun müalicəsi yoxdur. Sadəcə olaraq nəzarətdə saxlamaq lazımdır. Sualım belədir. Niyə uşaqlarda bu qədər çox yayılıb allergiya? Bəli, düz deyirsiniz. Bu çox aktual problemdir. İÜST məlumatlarına görə hər 5-ci, 6-cı uşaq allergiyadan əziyyət çəkir. Səbəbi də ekologiyadır, keyfiyyətsiz yeməklərdir və ən əsas odur ki, indi valideynlər uşaqları çox steril saxlayırlar. Onlar bəli, onlar təmasda olmalıdır hər şeylə. Əgər orqanizm nəysə yeni görürsə, allergik reaksiya olur. Ona görə biz çox steril saxlamamalıyıq uşaqları. Nə qədər uşaq hər şeylə kontaktda olursa, o qədər onun immuniteti də olur. Bəli, və allergik reaksiyalar azalır. Maraqlı yanaşmadır. Məsələn, uşaqlıqda biz nə edirdik? Hər gün həyətdə olurduq. Bəli. Torpaqla ünsiyyətimiz var idi. Yəni bu qədər üstümüzdə əsmirdi valideynlərimiz. Düz deyil Zümrüt xanım. Tamamilə doğrudur. Mütləq şəkildə dediyiniz kimi torpaqla, hətta özümüz üçün belə oyunlar kəşf edirdik. İnanın, bəzən biz zibillərlə belə oynayırıq. Əlbəttə ki, hətta biz o qədər bizə deyirdi əl yuh, məsələn, valideynlər deyir, indi daha çoxdur. Əlini yuh, əlini yuh, əlini yuh. Amma biz gəlirdik, yeməyimizi, çörəyimizi götürüb aşağı düşürdük. Yəni çox rahat idi. Həm də məsələn biz mən balaca olanda rayona gedəndə heç vaxt mənə demirlər ki, ağacdan dərdiyi meyvəni yuh, elə ye. Yəni ağacdan meyvəni dərib yerdik. Heç bir nə allergiyamız olurdu, nə xəstəliyimiz olurdu, nə hər hansı bir belə deyim ki, xəstəlikdən əziyyət çəkirdik. İndi sadə şeylərə də allergik reaksiyalar olur ki, çünki uşaq onu ömründə birinci dəfə görür, amma o sadə bir şeydir. Birinci dəfə orqanizm onu görəndə reaksiya allergiya kimi olur.